Herkese salam, kanalıma videoma xoş gəlmisiniz. Mənim adım Mədinədir. Bugün sizlər üçün əslində çoxdan da çəkmək istədiyim bir videonu çəkirəm. Əslində bu videonu tam spesifik olaraq məndən istəməmişdiniz, amma mənim üçün bunun həyatımda o qədər böyük bir rolu var ki, mütləq buna özəl bir video çəkmək istədim. Bugünə qədər çoxlu sayda dərslə bağlı kontentim olub, hansına ki birlikdə dərs eləmişik və yaxud da ki mən sizə ümumi öz metodlarım falan haqqında danışmışam. 9-cu sinif özəl videom olsun, ingilis dili üçün olsun, riyaziyyat üçün olsun, yəni bunlar haqqında keçən il sizlər üçün çoxlu sayda video çəkmişdim. Bu videolarda da bəzən bir neçə dəfə biraz dəyinmişəm bu kiçik mövzuya, hansı ki mənim aşağı siniflərdən dərslərimi çox yaxşı oxumağım olub. Mənim 9, 10, 11-ci siniflərdə çox sayda uğur əldə etməyimin əsas səbəblərindən biri aşağı siniflərdə həmişə dərslərimə çox önəm verməyim və öz qrupuma daxil olmayan fənlərdə yaxşı şəkildə oxumağım olub. Düzü, məsələn, təbii ki, mənim də hər bir insan kimi sevmədiyim fən olub, məsələn, tarix fənni. Amma bundan əlavə coğrafiya mənim qrupuma daxil olmasa da, həmişə coğrafiyanı da oxumuşam. Yəni demək olar ki, həmişə mövzunu da danışmışam. Müəllimlə aramız həmişə çox yaxşı olub. Halbuki mən 4-cü qrup idim və mənə 4-cü qrup fənləri onsuz da çətin idi, kimya, fizika, biologiya. Amma mən kimya, fizika, biologiya ilə yanaşı digər fənlərdə həmişə oxuyurdum. Və elə mənim 9-cu sinifdə Azərbaycan Universiteti ingilis dili fənlərindən yüksək bal toplamağımın, bundan sonra SAT, IELTS və TOEFL-da da yaxşı nəticə toplamamın, bunun deyəcəksiniz ki, əlaqəsi necədir, əgər məktəbdə yaxşı oxumusunuzsa, narahat olmayın, bunu indi biraz izah eləyəcəm. Və 11-ci sinifdə də, yəni 2 ildir ümumiyyətlə Azərbaycan dilində heç bir şey oxumamama baxmayaraq, mən 11-ci sinifdə də yaxşı nəticə əldə etmişdim və hər iki sinifi də qırmızı attestatla bitirmişdim. İndi sizə izah eləyəcəm ki, bu əslində necə baş verdi. Hətta sizə belə maraqlı bir şey danışım. Mən 11-ci sinif boyunca videolar çəkirdim çoxlu sayda. Birlikdə ev tapşırığı eləyib, birlikdə dərs eləyək, qayda öyrənək və s. Yəni normal belə dərs loqları kimi olurdu və o loqlarda dəfələrlə vurğuluyurdum ki, mən 11-ci sinifə o qədər də güclü hazırlaşmıram və həqiqətən də özümdən çox yüksək bir nəticə gözləmirdim. Belə deyim ki, 240 falan gözləyirdim, amma balım unutdum ya. 280-ə yaxın bir şey çıxmışdı və yəni çox yüksək bir nəticədir, təbii ki, bunun fərqindəyəm. Kanaldan çox video çəkib bu balım haqqında düşüncələrimi deyəndə mənə çoxlu sayda komment gəlmişdi ki, bəs siz deyirdiniz imtahana ciddi hazırlaşmırsınız, bəs çox oxumurdunuz və s. Həqiqətən də belə idi. Baxın, mən sizə bunu səmimi qəlbdən deyirəm. Mən Azərbaycan dili tapşırıqlarını məsələn eləyirdim, tapşırıqdan əlavə heç bir şey eləmirdim. Bəzən qaydanı yarım oxuyurdum, oxumadığım günlər olurdu. Riyaziyyatdan isə ümumiyyətlə çox az vaxt olurdu ki, mən həqiqətən də oturum o tapşırığı eləyim. Yəni eyni tapşırığın 2 dənə olurdu, birini eləmirdim. Yəni biz necə çox laqeyd yanaşırdım ev tapşırığına da, imtahana da və içimdə pis bir hiss olurdu ki, mən əslində yaxşı hazırlaşmıram, sonra da imtahana cəzalandırılacağam və s. Amma heç də elə olmadı və bunun da səbəbini indi sizə izah eləyirəm. Elmdə belə bir şey var, hansının ki adı yenidən öyrənmə üstünlüyüdür və buna digər adından Ebbinghaus effekti də deyilir. Ebbinghaus'un qənaət effekti, əgər ingiliscə adı ilə desək savings effect, ona əsaslanır ki, siz aşağı siniflərdə və illər öncə öyrəndiyiniz məlumatları unutmursunuz və onlar sizin əslində yaddaşınızda bir yerlərdə yaşayır. Tamam, siz ola bilər ki, 5-ci sinifdə hansı mövzunu keçdiyinizi tam olaraq aydın şəkildə xatırlamırsınız, amma siz 11-ci, 10-cu siniflər, 9-cu sinifdə həmin qaydanı yenidən oxuduqda, həmin o qaydanı ilk dəfə keçdiyiniz günə bir flashback olacaqsın ağlınızda, hansı ki böyük ehtimalla sizin üçün də tanış bir frazadır. Bu da ona əsaslanır ki, sizin illər öncə qəbul etdiyiniz məlumatlar əslində neyron səviyyəsində yox olmur. Onlar sadəcə sizin passiv rejimdə, passiv yaddaşınıza keçir. Çünki siz o məlumatları artıq istifadə etmirsiniz. Və siz yuxarı siniflərdə imtahana hazırlaşarkən həmin mövzunu yenidən oxuduqda, sizin o neyronlarınızın arasındakı əlaqə, belə deyək ki, bərpa olur. Və başqa bir hadisə daha var, hansı ki 11-16 yaş arası, yəni ki yeniyetməlik dövründə olan insanlarda həmişə baş verir. Bunu sizə belə izah edeyim. Bu o deməkdir ki, siz bir şey işlətməsəniz, onu itirəcəksiniz. Təmizləmə qanunu var, hansı ki sinaptik təmizləmədir və buna digər adı ilə HEB qaydası da deyilir. Siz nə vaxt ki bir məlumatı istifadə etmirsiniz, o artıq sizin yaddaşınızdan silinir. 11-16 yaş arası yeniyetməlik dövründə də eynən bu qayda ilə hər şey baş verir. Siz artıq nəyisə istifadə etməyəndə, həmin o şey sizin ağlınızdan silinir. Elmi şəkildə desək, beyniniz zəif və istifadə olunmayan neyron əlaqələrini ləğv eləyir. Bəs bu hal nə vaxt baş verir? Bu vaxt baş verir ki, siz 5-9-cu sinif aralığında dərslərə bir az laqeyd yanaşırsınız. Laqeyd yanaşmırsınız əslində, belə izah edeyim. Tutaq ki, siz dərsdə müəllimi dinləyirsiniz. Bugün tutaq ki, siz səhv etmirəmsə 7-ci sinif idi. 7-ci sinifdə dərs keçdiniz fizikadan, öyrəndiniz enerjini, potensial enerji, kinetik enerji. Siz bildiniz ki, potensial enerjinin düsturu ρ, H, yəni bunların hamısını öyrəndiniz. Evə gedirsiniz və onu təkrarlamırsınız.
və gələn dərs artıq bir də bunun üzünü açırsınız summativ vaxtı olanda, hə bir dənə baxdım, summativdən yaxşı 70 bal, 60 bal aldım. Mənim bəsimdir. Getdi, yəni siz o enerjinin kitabını bağladınız belə deyim və ümumiyyətlə o haqqda heç bir vaxt fikirləşmirsiniz. Əgər belə baş verərsə, təbii ki, daha sonra artıq o sizin beyninizdə istifadə olunmayan məlumatların arasına keçəcək və beyniniz həmin o zəif neyronu oradan aradan qaldıracaq. Yəni ki, artıq siz ümumiyyətlə xatırlamayacaqsınız ki, kinetik enerji keçmişəm mən, fizikada elə bir mövzu olub və s. Lakin əgər siz hər daim fizika fənni ilə məşğul olsanız, bundan sonrakı mövzularda öyrənsəniz, dərsə yaxşı cavab versəniz, sonra yuxarı siniflərdə olanda mən demirəm ki, açın əvvəlki sinifin kitabını oxuyun. Bunu demək istəmirəm. Sadəcə onu demək istəyirəm ki, beyninizi həmişə aktiv saxlasanız, həmişə bir elm sahəsi ilə beyniniz məşğul olsa, daim araşdırsa, daim öyrənsə, baxın bunu vurğulayın, hər yerə yazın. Daim öyrənməlisiniz. Daim öyrənsə, sizin beyniniz həmişə aktiv rejimdə qalacaq və istifadə olmayan məlumatları belə unutmayacaq. İndi mən sizə bir şey deyim. Mən daha öncə vurğuladım o kinetik enerji haqqında, potensial enerji haqqında bir neçə söz dedim. Dedim 7-ci sinifdə keçmişik. Qaydasını dedim Roja Haşdı. Baxın, mən sizə hazırda potensial enerjini sadə dillə də olsa izah edə bilərəm. Amma fakt budur ki, mən o 7-ci sinifdə potensial enerjini öyrənəndən sonra heç vaxt onun haqqında heç bir şey oxumamışam. Ümumiyyətlə 11-ci sinifdə fizika hazırlığına getməmişəm. Ümumiyyətlə 4-cü qrupun imtahanını verməmişəm. Yəni burada məni tanıyanlar tanıyır, tanımayanlar üçün deyim ki, mən xaricə getdiyim üçün sadəcə SAT, IELTS, TOEFL imtahanlarını vermişəm. Blok imtahanı verməmişəm. Bəs yaxşı, mən bunu necə xatırlayıram? Yəni həqiqətən hərdən insanlar mənə deyir, mənim ən yaxın dostum var Zeynəb, yenə bəlkə tanıyırsınız. Zeynəb 1-ci qrup hazırlaşırdı və nə vaxtsa tutaq ki, dərs eləyəndə Zeynəb nə isə deyirdi. Mən deyirdim ki, hə, diffuziya belə, enerji belə, elastiklik qüvvəsi belə, bəs onun düsturu, nə bilim, mənfi kx-dır falan. Baxır ki, sən bunları hardan bilirsən? Deyirəm ki, orada Zeynəb mənim sinif yoldaşım olub. Zeynəb bunu deyəndə mən deyirəm ki, mən dərsdə danışmaq əvəzinə müəllimə qulaq asırdım və ev tapşırıqlarım həmişə hazır olurdu. Həqiqətən də belədir. Yəni mən bunu sizə hardansa araşdırıb demirəm, hansısa bir tanışımın, dostumun, ümumiyyətlə hardasa gördüyüm bir insanın təcrübəsinə əsaslanıb demirəm. Bunu tamamilə özümün yaşadığı şeylərə əsaslanıb deyirəm. Əgər həqiqətən də beyniniz aktiv qalarsa, bu sizə həyatda çox kömək olacaq. Yəni bunu sadəcə ODM imtahanlarına şamil etmirəm. Bunu hər şey şamil edirəm. Siz daha sonra universitet oxuyacaqsınız. Siz universitet zamanı sadəcə imtahanlar üçün lazım olmayacaq. Yəni ümumiyyətlə həyatda uğurlu bir gənc, uğurlu bir insan olmaq üçün həmişə alqışlanmanız üçün lazım olan bir şeydir. Yəni sizin həmişə beyniniz aktiv olmalıdır, həmişə yeni şeylər öyrənməlisiniz. Baxın, öyrənmək o qədər önəmlidir ki, yəni bunu neçə dəfə vurğulasam da bəlkə bitirə bilmərəm. Hazırda məzun olmuşam iyun ayında və avqust ayıdır, amma heç vaxt öyrənməyi bitirməmişəm. Yəni imtahanım yoxdur, heç bir şeyim yoxdur, artıq öz biznesim var, öz pulumu qazanıram. Yəni universitet üçün elə biləcəyim bir şey yoxdur, çünki artıq başvurmuşam və yəni sadəcə universitetə gedəcəm zamanı gözləyirəm. Amma yəni hər daim bir şey öyrənirəm. Hazırda Yunan mitologiyasına aid bir kitab oxuyuram. Aeroportda da onu oxudum, yolda onu oxudum. Yəni uçarkən, yəni bizincə yay boyunca o kitabı oxuyuram və elə bir kitabdır ki, tutaq ki, siz oturub birdən-birə 100 səhifə oxuya bilmirsiniz. Çünki həqiqətən çox məlumat qəbul eləyir beyniniz və hamısını yaddaşmaq eləmək üçün yavaş-yavaş oxumaq istədiyim bir kitabdır. Yəni beynim daim öyrənir, heç vaxt dayanmır. Sizə də şamil etmək istədiyim budur. Bunu da izah edən və daha öncə hardasa öyrəndiyim maraqlı bir bioloji proses var, hansı ki miyelinləşmə prosesi deyilir. Əgər sizin beyniniz daim çətin tapşırıqlar eləyirsə, daim yeni şeylər öyrənirsə və necə deyim, beyninizi bir ifadə var ingilis dilində, to go beyond the limits. Yəni ki, sizin qarşınızdakı limiti də aşmaq. Əgər beyninizə icazə verirsinizsə ki, o həmin o limitləri aşsın, öz eləyə biləcəyindən daha çox şeylər eləsin, sizin beyninizin ətrafında miyelin adlanan bir yağ təbəqəsi əmələ gəlir. Və artıq sizdə bu miyelin adlı yağ təbəqəsi əmələ gələndən sonra sizin beyniniz belə deyim ki, işıq sürəti ilə hərəkət edir. İşıq sürəti ilə fikirləşirsiniz, işıq sürəti ilə yeni ideyalarla gəlirsiniz, nəsə eləyirsiniz, nəsə yenilikçi olursunuz. Bəs bu necə baş verir? Bunu sizin hamınızın başa düşəcəyi tərzdə loru dildə necə izah edim bilmirəm, amma belə deyə bilərəm ki, sizdə o neyronlarınızda o yağ təbəqəsi əmələ gələndən sonra artıq biz deyirik onlara tam miyelinləşmiş neyronlar. Və tam miyelinləşmiş neyronlar adi neyron zəncirlərindən dəfələrlə, hətta mən deyərəm ki, yəni 100 dəfə daha sürətlə inkişaf edir və 100 dəfə daha sürətlə funksiyaları yerinə yetirir. Yaxşı, bəs bu sürətlə fikirləşməyin bizə daha sonra necə bir kömək olacaq? İmtahanı daha tez bitirəcəyik demək istəyirsinizsə, xeyr, bu o demək deyil. Əgər siz aşağı siniflərdən, daha doğrusu sinif deməyib belə aşağı yaşlardan, yəni çünki sadəcə məktəbi şamil eləmirəm bunu, digər şeylərlə də siz əgər məşğulsunuzsa, bunlar çox əladır. Çünki sizin beyniniz əgər
eyni anda bir neçə işi yerinə yetirə bilirsə, əgər beyniniz, əgər siz ümumiyyətlə fiziki şəkildə eyni anda bir neçə işlə məşğul ola bilirsinizsə və s. bunlar yəni heç fərqi yoxdur ki, nə işlərdir. Artıq sizin beyniniz daha çox inkişaf eləyib və bu o deməkdir ki, siz digər yaşıdlarınıza nisbətən, digər insanlara nisbətən hansısa bir informasiyanı ağlınızda daha uzun müddətdə tuta bilərsiniz, hansısa bir şeyi daha tez öyrənə bilərsiniz. Çünki siz onu, necə deyim, beyniniz onu daha tez həzm eləyəcək. Digər bir yandan da belə bir şey var. İnsanın beyni maksimum 3-5 şeyi eyni anda emal eləyə bilir. Yəni ki, məsələn, bəzi biliklər var, hansı ki, tutaq ki, riyaziyyatda olsun və ya da Azərbaycanın əsas qrammatika, məntiq və s. Bunlar artıq uzun müddət sizin yaddaşınızda olanda onlar uzunmüddətli yaddaşda sxematik şəkildə birləşir. Və həmin bu baza biliklər sxematik şəkildə birləşəndə, daha doğrusu sxemlər halında sizin beyninizdə olanda bu sizə çox şeyə kömək olur. Çünki siz düşünün ki, bir şeyə artıq effort sərf eləmirsiniz. Belə deyim də, siz esse yazırsınız. Və siz o esseni yazarkən həm fikir verməlisiniz ki, sizin ideyalarınız bir-biri ilə nə qədər əlaqəlidir, onlar oxucuya nə qədər təsir eləyir, sizin paraqraflarınız bir-biri ilə yaxşı tutuşurmu və s. Və siz həm də fikir verməlisiniz ki, sizin sözləriniz qrammatik cəhətdən düzgün yazılıb ya yox. Əgər Azərbaycan dilinin sadə baza qrammatikası sizin artıq uzun müddətli yaddaşınıza həkk olubsa, siz sadəcə ideyalarınıza fokuslana bilərsiniz. Yəni hansısa bir şey sizin diqqətinizə dağıtmayacaq, hansısa bir şey haqqında uzun müddət fikirləşməyəcəksiniz. Həm vaxtdan qənaət edəcəksiniz, həm də belə deyim, beyninizin mühərriki xarab olmayacaq. Xülasə, əgər yekunlaşdırsaq, bunu demək istəyirəm ki, aşağı siniflərdən, aşağı yaşlardan sizin beyninizin aktiv olmağı çox önəmlidir. Bu, həm sizin beyninizin yaxşı inkişaf etməsi üçün, həm də ki, daha sonra imtahanlara daha az hazırlaşmaq üçün, daha çox məlumatı artıq beyninizdə olması üçün və ya bir var ki, öyrənmək, bir də var ki, yəni oxuyursunuz və artıq o sizin beyninizdədir, artıq siz onu xatırladınız. Yəni təkrarlamaq kimi. Yəni bu təbii ki, izahsız, sözsüz daha yaxşıdır. Ona görə hamınıza məsləhət görürəm ki, aşağı siniflərdən həmişə dərslərinizi yaxşı oxuyasınız və sizə lazım olan, olmayan bütün məlumatları öyrənəsiniz. Artıq mənim 17 yaşım var və hansısa bir məclisə düşəndə, hansısa bir dost qrupumun arasındaykən, ümumiyyətlə hansısa bir eventə, proyektə qatılanda, orada hamının danışığına əsasən, hamının ideyalarına əsasən deyə bilirəm ki, onlar bugünə qədər məktəbi necə oxuyublar, onlar hansı işlərlə məşğul olublar, hansı hobbilərlə məşğul olublar, hansı fəndə üstünlük veriblər və ya məktəbdə yaxşı oxuyublarmı ya yox. Bəzən olur ki, mən hansısa o baza yaddaşımda olan bir şeyi səsləndirirəm, bir fikri səsləndirirəm və bəzi insanlar anlayır, bəziləri isə deyir ki, sən bunu hardan bilirsən və ya o nəsə düzgün səslənmir və s. amma mən çox əminəm ki, dediyim düzdür. Bu da təbii ki, ondan irəli gəlir ki, onlar aşağı siniflərdə biz eyni yaşdayıq, eyni dərslərlə böyümüşük, amma həmin insan onu bilmir. Təbii ki, biz bir dəfə öyrəndiyimiz şeylərdən bəhs eləmirik burada. Çox sayda təkrarlanan şeylərdən bəhs eləyirik. Təbii ki, mən həmin anda mənim fikrimi anlamayanları mühakimə eləmirəm, amma mənim fikrimi anlayanlarla daha yaxşı yola gedirəm və mənim beynimdə onlar zirvəyə qalxır, bir mərtəbə yüksəlir, belə deyim ki, onlarla daha yaxşı anlaşıram, bilirəm ki, onlar da mənim kimi hansısa fənni seviblər, hansısa nəyisə oxuyublar, bu mövzu haqqında məlumatlıdırlar. Bunu demək istəyirəm ki, əgər siz də cəmiyyətdə daha yaxşı bir yerə yüksəlmək istəyirsinizsə və ya daha fərqli bir hörmət görmək istəyirsinizsə, aşağı siniflərdə çox saylı şeylə məşğul olmağın sizin üçün çox böyük köməyi ola bilər. Ümid edirəm ki, bu videoda sizə bir çox şey öyrədə və izah edə bildim. Əgər videonu bəyəndinizsə, like atmağı, kanalıma abunə olmağı və kommentlərdə əgər başqa bir sualınız varsa, sizə qaranlıq bir hissə varsa və ya əgər hansısa başqa bir video istəyiniz varsa, bildirməyi unutmayın. Sizlərin hamınızı çox sevirəm. Növbəti videolarda görüşənədək sağ olun.